Salam. Bugün CSS Bootstrap hakkında danışacağıq. Bunun üçün ilk öncə bir H1 taqı yaradırıq. Aşağıda isə hər hansı bir paragraf yazırıq ki, üzərində praktiki nümunə göstərə bilək. İlk öncə başlayaq border nədir? Border dedikdə biz HTML elementlərimizin kənarını əhatə edən kənar xəttləri nəzərdə tuturuq. Və CSS-də border'ın bir çox xüsusiyyətləri vardır. Gəlin ilk öncə H1 taqına border style verərək başlayaq. Border style'ın bir neçə növü var. İlk öncə solid. Gördüyümüz kimi düz bir xətt çəkir. Daha sonra dashed xəttlər çəkir bu formada. Yəni ölçünü biraz yaxınlaşdırım. Daha sonra dot nöqtəli formada çəkir. Double ikili xətt kimi göstərir. Roof oyulmuş bir xətt kimi görüntü verir bizə. Ridge qabardılmış bir xətt görüntüsü verir. Inset içəri doğru bastırılmış bir content görüntüsü verir. Offset isə tam tərsi qabarıq olduğunu göstərir. Bir də default olaraq none, hansı ki heç bir border style yoxdur. Gəlin burada nümunə üçün ilk öncə solid seçək hələ ki. Yəni xəttimiz düz olsun. Daha sonra biz border'ın hansı xüsusiyyətlərindən istifadə edə bilərik? Border width border'ımızın qalınlığını təyin edir. Kənar xəttin qalınlığını dəyişmək üçün biz border width-dən istifadə edirik. Standart olaraq bu 1 pikseldir. Biz bunu artırıb 2, 3, 4 və s. edə bilərik. Gəlin indi 3 piksel edib yoxlayaq. Rəng dəyişmək üçün biz border color xüsusiyyətindən istifadə edirik. Rəng seçimi olaraqsa red və ya məsələn üçün purple seçə bilərik. Xəttimizin künclərinin bucağını dəyişmək istəyirsə, yəni radiusunu dəyişmək istəyirsə, biz border radiusdan istifadə edirik. Bunu isə piksel dəyərlərlə veririk. Məsələn üçün 5 piksel, 20 piksel, 100 piksel yoxlayaq. Yenə indi bir maksimum dəyər olduğu üçün gəlin hələ ki bunu 20 pikseldə saxlayaq. Gördüyümüz kimi biz bu border'ı yaratmaq üçün bu xüsusiyyətlərdən istifadə elədik. Lakin bunun shorthand'də, yəni qısa yolu da var. Bu ilk 3 yazılışı bir sətrə yazmaq üçün border yazırıq və yazmağa başlayırıq. Bizim ilk yazılığımız bizim border'ımızın qalınlığı olur. 3 piksel. Daha sonra yazacağımız onun style olur. Məsələn, solid. Üçüncü olaraqsa yazdığımız onun rəngi. Yəni olsun yenə purple. Baxın, burada göstərilən border'ı almaq üçün bir sətirli belə bir kod yazmağımız kifayət edir. Lakin radiusu göstərən zaman radius ayrılıqda yazılmalıdır. Gəlin indi isə paragrafımıza əlavə edək border'ı. Gəlin burada hər bir border'ı müxtəlif dizayn verək. Bunun üçün biz border bottom yazırıq ilk öncə. Bu aşağıdakı border'ı təmsil edir. Məsələn 3 piksel solid red. Aşağı xəttimiz qırmızı rəngdə oldu. Daha sonra border top yazaq. 3 piksel solid yellow. Yalnız yuxarıda sarı xəttimiz oldu. Daha sonra border left. Bu da 3 piksel solid. Hətta dot olsun bu dəfə. Və orange rəngində olsun. Bir digər isə border right. Buna da dashed yazaq və olsun green. Gördüyümüz kimi biz
blok elementimizin hər bir tərəfinə ayrı-ayrılıqda fərqli dizayna məxsus border verə bilərik. Sonda isə hamısına standart bir radius olaraq 5 piksel verə bilərik ki, biraz oval kimi görsənsin. Border mövzusundan bu qədər. Daha yaxşı anlamaq üçün çoxlu praktis etməyi unutmayın. Sağ olun.